Herkese selamlar dostlar, kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Videoyu keçməmişdən və kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndisə like ata bilərsiniz. Həmçinin dostlar, Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada səhəmdə və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları paylaşır və xəbərlərimi, şəxsi analizlərimi paylaşıram. Hər birinizi gözləyirəm. Müzakirə qrupumuzda var. Linki şərhlərdə olacaq. Gəlin videoya keçək. Bugünkü videoda səhm bazarına necə düzgün investisiya etmək olar, bu haqda danışacağıq. Deməli dostlar, səhm bazarına ümumi olaraq bir diqqət yetirir. Hal-hazırda bazar tarixi maksimumunu yaşayır. 26.333 dollar dəyərlənir Nasdaq 100 indeksi və bu tarixi olaraq maksimal nöqtədə hal-hazırda. Təbii olaraq bu İran-ABŞ müharibəsinin demək olar sona çatması, həmçinin digər yaxın şərqdəki münaqişələrin yavaş-yavaş sona çatması və şirkətlərin daimi bir çox şirkətlərin ard-arda yüksək qazanc proqnozlarına görə bazar artıma davam edir dostlar. Bugünkü mövzumuz necə düzgün investisiya etmək olar bu haqdadır. Bu düzgün investisiya sizlərə səhmlər üzərindən nümunələr gətirərək verəcəm. İlk öncə indeksdən başlayaq. Deməli dostlar, bildiyiniz kimi müharibələrə görə 30 marta qədər indeksimiz deməli maksimal 26.100 nöqtəsindən, baxın burada 119, 22.000 dollar səviyyəsinə qədər düşmüşdü, 22.900 dollar səviyyəsinə. Yəni dostlar, bu düşüş əsnasında mən və öz izləyicilərimə də dedim ki, əgər bazar düşürsə, deməli biz mərhələli alışa keçə bilərik. Təbii bunun səbəbləri olmalıdır. Yəni bazar niyə düşür? Müharibədirsə, təbii olaraq müharibənin bitməsindən sonra bazarın yenidən yüksəlişini görə bilərik. Lakin başqa ciddi məsələlər də ola bilər. Lakin hal-hazırdakı mövzumuz müharibədir. Yəni biz olmayan bir şey haqqında danışa bilmərəm. Müharibəyə görə düşmüşdü və mən dedim ki, müharibə yaxın vaxtda bitəcək. Niyə? Çünki neftin qiymətinin 150 dollar olacağına imkan verməzlər dedim. Və nə oldu? Neft hal-hazırda 87-86 dollarlara qədər düşüb. Yəni bu yaxşı haldır dostlar. Yəni müharibənin atəşkəs və digər razılaşmalara görə bu qiymətlər hal-hazırda var. Və nə dedim, müharibə tam bitəndən sonra isə yenidən qızıl, gümüş, səhmlər və kriptovalyutalarda artım başlayacaq. Hal-hazırda Bitcoin 56.000 dollar səviyyəsindədir. Buradan da baxa bilərik. Və ümumi kriptovalyuta bazar dəyəri də bugün 1,65% yüksəlir. Bitcoin 75.800, digər birjalarda isə 76.000 dəyərindədir. Həmçinin neft qiyməti də 86 dollara düşüb barel başına. Nasdaq isə artmağa davam edir. Yəni dostlar, dediyim budur ki, biz müharibə şəraitindədirsə, əgər ümumi olaraq dünya və yaxud bazarlar, bu zaman mərhələli şəkildə alış etməliyik. Çünki bazarlar sonsuz düşən deyillər. Bazarlar gəlir verirsə düşməməlidirlər dostlar. Yəni çox həddən artıq düşməməlidirlər. Məsələn, Nvidia-ya baxaq. Nvidia hal-hazırda günlük deməli 0,52% yüksəlişdədir. Nvidia-ya baxaq, nə görürük? 30 martda 165 dollar olan Nvidia söhbət hal-hazırda 17 apreldirsə, söhbət bir aydan daha az müddətdən gedir. Yəni 160 gördüyünüz kimi 165 dollardan 140 dollara qədər yüksəliş edib. Yəni bu ortalama 15%-ə yaxın, bəlkə ondan da biraz çox yüksəliş deməkdir dostlar. Yəni gördüyünüz kimi düzgün investisiya dedikdə bunu nəzərdə tuturam. Mərhələli şəkildə alış və hal-hazırda gördüyünüz kimi böyük qazanclar. Bəli, yəni siz düzgün və yerində investisiya etsəniz və düzgün şirkətlərə investisiya etsəniz, yəni şirkət seçərkən atıb tutmasaz ki, bu şirkət qalxar, yoxsa bu şirkət qalxar. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, düzgün şirkəti seçmək lazımdır. Məsələn, Nvidia kimi gəlir, böyük gəlirlər gətirən, Gorilla kimi, Sophie Technology kimi. Yəni mənim yatırım etdiyim şirkətlər budur. Təbii olaraq yatırım etmək və yaxud etmək sizin qərarınızdır. Lakin nəticə etibarilə məsləhət gördüyüm şirkətlər də mənim 2 ildən çox olan təcrübəmə əsaslanaraq edilir. Yəni boşuna bu şirkətlərə yatırım etmirəm. Yəni məsələn digər şirkətlərdə, məsələn MicroStrategy-ni göstərim dostlar. Hal-hazırda Bitcoin dəyəri 76.000 dollara yaxındır və MicroStrategy deməli 100 dollardan dostlar, baxın sizə bunu göstərim. Burada 118 yazılıb, amma bir çox birjalarda 100 dollara qədər idi. Bir düşüş yaşadı MicroStrategy və hal-hazırda qiyməti 151 dollardır. Yəni dostlar, görürsünüz ki, qısa müddət ərzində 50% artım yaşayıb dostlar. Bu möhtəşəm rəqəmdir. Həqiqətən də nə görürük? Düzgün yatırımın çox qəşəng, çox yaxşı pul qazandırdığını görürük. Yəni banklara əmanət qoymaqdansa, məsələn 1 ilə 9%-mi, 10%-mi gəlir gətirsin və yaxud hansısa
dividend verən, uzun müddətli çox az qazandıran şirkətləri almaqdansa dostlar, həqiqətən də düzgün yatırım edərək qısa müddətdə belə olsa yüksək məbləğlərdə qumar oynamadan, lotereya oynamadan və yaxud hansısa riskli futures, forex əməliyyatları etmədən də pul qazanmaq mümkündür dostlar. Yəni mən bunu sizə sübut etməyə çalışıram və düzgün investisiyanın yerində alış və yerində satışdan ibarət olduğunu. Yəni yerində satış deyərkən demirəm yüksələn kimi 20-30% satın hamısını. Xeyr, hamısını satmaq da düzgün deyil. Müəyyən qədər saxlamaq lazımdır ki, sonradan əlavələr edib yenidən qazana biləsiniz. Yəni səhm budur ki, dostlar, məsələn MicroStratejini 100 dollardan aldıq biz. 150 dollara qalxdı, 50% qazansayıq. Biz bunun 50%-ni sata, 50%-ni saxlaya bilərik. Niyə saxlamalıyıq? Çünki bizim alış qiymətimiz 100 dollarsa biz hələ də 50% qabaqdayıq. Yəni biz yenidən alış etsək, düşəndən sonra məsələn 130 dollara düşdü, yenidən alış etdik. Bu zaman ortalama qiymətimiz elə də yüksəyə qalxmayaraq 120 neçə dollarlara qalxır və yenə də biz artıma davam edərsə, həm böyük həcmdə səhm sahibi oluruq, həm də ki bu səhm saylarına görə də böyük həcmdə qazanc sahibi oluruq dostlar. Yəni satışın və alışın məntiqi budur. Bunu bir çox səhmlərdə misal göstərə bilərəm. Məsələn, Robinhood gördüyünüz kimi bugün 5 gün içində 23% qazandırıb dostlar. 5 gün. Yəni 5 gün içində forex bazarında gözünüzün nurunu tökməkdənsə və yaxud dediyim kimi illik 9-10%-lərə möhtac olmaqdansa adi səhmlər belə Robinhood, yəni böyük bir şirkət deyil, birja, kriptovalyuta birjasıdır. Bunun şirkət səhmidir. Yəni adi səhmlər belə 5 gün ərzində 23% qazanc verə bilirsə, deməli həqiqətən də bu bazarda bir qazanc var. Yəni heç kimi aldatmır, heç kimə kələk gəlmək niyyətində deyil. Düzdür, bazarlarda bu kimi hallar çox olur. Lakin siz həqiqətən də düzgün şirkətlərə yatırım etsəniz, bu şirkətlərin sizə həqiqi qazanc verdiyini, yəni yalan, kələk olmadığını görəcəksiniz. Məsələn, düzdür, bir çox şirkət var ki, yalandan hype üzərinə deməli artırlar. Bunu necə bilmək olar? Təbii olaraq kanalı izləyirsiniz, Telegram kanalımıza gəlirsiniz və suallar verirsiniz. Yəni yazırsınız müzakirə bölümündə salam, deməli bu səhm haqqında belə-belə məlumat var. Nə məsləhət görürsünüz və s. və ilə axır mən də cavab verirəm dostlar. Yəni bu qədər bəsit, bu qədər asandır. Yəni böyük bir çətin bir, qəliz bir şey yoxdur və nəticə etibarilə hər kəs öz investisiyasına görə qazanır. Yatırım etmək və yaxud etməmək hər kəsin şəxsi məsuliyyəti, şəxsi işidir. Lakin yenə də mənim kanalımın məqsədi investisiyanı öyrətmək olduğuna görə mən hər gün də olsa, hər həftə də olsa, hər ayda olsa dayanmadan bu haqda videolar çəkməyə davam edəcəm. Belə dostlar, bugünkü video bu qədər. Ümid edirəm izah edici ola bildim. Ümid edirəm çox şey başa düşdünüz və yeni məlumatlar da orada öyrəndiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşənədək.